Bu hekayə bir adamın yüksəlişini danışmır. Bu hekayə cinayətin necə bir dilə, xəyanətin necə bir vərdişə, səssizliyin necə bir silaha çevrildiyini danışır. Bu dünyada dostluqlar pulla başlayır, qorxu ilə davam edir, xəyanətlə bitir. Eyni masada yemək yeyənlər növbəti gecə bir-birinə silah doğruldur. Mühafizəçilər sədaqət andı içərkən killerlər səssizcə gözləyir. İntiqam illərlə ertələnsə də heç vaxt unudulmur. Birazdan dinləyəcəkləriniz cinayətlərin, intriqaların, ziddiyyətli ifadələrin və çirkli sövdələşmələrin iç-içə keçdiyi bir dünyanın qapısını aralayacaq. İşığın çatmadığı küçələrə, geri dönüşü olmayan qaranlığa birlikdə addım atacağıq. Nadir Səlifov 28 avqust 1972-ci ildə Sovetlər Birliyinin sərhədləri daxilində olan Gürcüstanın Dmanisi şəhərində Azərbaycanlı ailədə dünyaya gəldi. Bu coğrafiya gələcəkdə həyatını müəyyən edəcək bir sistemin tam mərkəzində idi. Səlifovun uşaqlığı ilə bağlı ictimaiyyətə açıq məlumatlar məhduddur. Ancaq doğulduğu yer və dövrün şərtləri onun hansı mühitdə böyüdüyünü açıq göstərir. Sovetlər Birliyinin son illərində Qafqaz bölgəsi yoxsulluq, sərt dövlət təzyiqi və cinayət şəbəkələrinin iç-içə keçdiyi bir məkan idi. Həbsxanalar sadəcə cəza çəkmə yerləri deyil, eyni zamanda yeraltı iyerarxiyanın qurulduğu məktəblər kimi idi. Bu dünyada bir anlayış vardı, vor və zakoni, yəni qanuni oğru. Bu titul adi cinayətkarı deyil, həbsxanalarda qəbul görmüş, qaydaları olan, dövlətlə əlaqə qurmayan və öz qanununu tətbiq edən bir təbəqəni təmsil edirdi. Səlifovun hekayəsi məhz bu sistemin içində formalaşmağa başladı. Səlifovun dövlət qeydiyyatına düşən ilk ciddi hadisəsi 1995-ci ildə Azərbaycanın Bakı şəhərində oldu. Öz iddiasına görə ona qarşı əsassız ittihamlar irəli sürüldü və Azərbaycan qanunlarına əsasən maksimum 72 saat saxlanılmalı olduğu halda 8 ay həbsdə qaldı. Bu müddətdə saxlanma şəraitinin ağır olduğu, kifayət qədər qida, təmiz su, tibbi yardım imkanının olmadığı bildirilirdi. Bu dövrdə çəkisinin 95 kilodan 63 kiloya düşdüyü qeyd olunub. Bu hadisə onun üçün dönüş nöqtəsi kimi təqdim edilirdi. 19 iyul 1996-cı ildə 24 yaşında olarkən 2 rəqib dəstə üzvünü öldürmək ittihamı ilə məhkum edildi. İttihamları qəbul etmədi, günahsız olduğunu bildirdi. Lakin məhkəmə qərarı dəyişmədi. Tutulan zaman üzərində Şakin APS tipli avtomatik tapança olduğu bildirildi. Bu silahın o dövrdə nadir olması diqqət çəkirdi. Əvvəlcə ona ölüm hökmü verildi, daha sonra cəza 15 il həbsə çevrildi. Bu 15 ilin 10 ili tək adamlıq kamerada keçdi. Onun üçün həbs son deyil,